Salamlar, necəsiz? Ümid edirəm ki, hər biriniz yaxşısınız və tələbə olanlar, şagird olanlar dərsləriniz yaxşı gedir, yaxşı başlamışsınız deyə. Bir müddətdir video paylaşmırdım. Bunun səbəbi də telefonda yaddaşın dolu olmasıydı. Yaddaş yerinin boşluğu çox az olduğu üçün videoya yer yox idi. Ona görə də YouTube'a videolar ata bilmirdim. Sadəcə shortslar ata bilirdim. Uzun bir fasilədən sonra təkrardan videolara davam edim deyə düşündüm. Və buna görə də dedim ki, ilk videom niyə ikinci kursun ilk günü vlog videosu olmasın? Bundan da əlavə sadəcə ikinci kursun ilk günü deyil, sabah qruplarında da ilk günüm olacağı üçün bir növ xatirə kimi qalacaq deyə video qeydinə almaq istədim bu günü. Dərslərimiz saat 10-dan başlardı, lakin saat 9:30-da bizim akademiyada olmağımızı tələb etdiklərinə görə mən də saat səhər 5-dən ayınıb durub hazırlaşmağa başladım ki, vaxtından daha tez oraya çatım. Gördüyünüz kimi səhər rutinimə başlamışam. Əvvəl əllərimi yuyuram, sonra saçlarımı darayıb üzümü xüsusi sabunla təmizləyirəm. Ən sonda isə dişlərimi fırçalayıram və günə hazıram. Təbii ki də bütün bunları etdikdən sonra əllərimi və üzümü qurulayıram. Sonrasında da saçımı açıb günün geri qalan işlərinə başlayıram. Tam doyurucu və gün ərzində mənim enerjimi aşağı salmayacaq bir şeylər yemək istədim səhər yeməyində. Və bu səbəbdən 2 ədəd yumurtayı suda qaynatdım. Sonrasında qabıqlarını yaxşıca soyub dilimləyirəm. Dilimlədikdən sonra isə duz, istiot, yanına da 2 parça pendir və 1 dilim də kolbasa qoyuram. Yeməkdən sonra dedim bir stəkan da olsa çay içim, dilim damağım qurumasın. Ona görə də çay süzdüm və onu da içdim. Beləliklə səhər yemək içmə işlərində burada bitiririk. Sıra kombindədir. Belə bir şalvarım var, geniş şalvar. Bunu geyinmək istədim. Üstümə də belə bir köynəyim var. Çox qəşəng, xoşuma gələn, favorim olan bir köynəkdir. Onun da üzərinə belə bir ceketdir mi desəm, nə desəm, elə bir şey var. Onu geyinəcəm. Sırada bijuteriyalar var. Bijuteriyalardan belə ürəkli bir gümüş rəngli səpim vardı. Onu taxmaq istədim. Qolbaq olaraq belə qızıl rənginə çalan, amma biraz rəngi silinən bir qolbağımı taxdım. Onun da üzərinə qızılı rəngli bir qolbağımı taxdım. Və bir də dedim ki, bunların yanına ən uyğun gold bir saat olar. Sırğı olaraq da nənəmdən yadigar qalan sırğalarımı çəkdim. Gəldik ən sevdiyim hissə demək olar. Makyaj hissəsi. İlk olaraq yanaqlarımdakı qızartıları götürmək istədim, onları aradan qaldırmaq istədim. Buna görə də qapadıcı sürdüm oralara. Onun da üzərindən pudra ilə keçdim ki, məsamələrə də olaraq çox pis bir görüntü yaratmasın orada. Pudradan sonra soft bir göz teni ilə göz qapaqlarımı, sonrasında da kontur edilən hissələri, yəni yanaqdakı sümüklər, çənə və burun hissəsini, biraz da alnımın kənarlarını konturlayırmışcasına həmin ten ilə üzərlərindən keçdim. Bu
Bu səfər glitter bir göz teni ilə göz qapaqlarıma parlaq görünüm qazandırdım. Fırça ilə çox yaxşı görünmür deyə barmaqlarımla biraz yaymağa çalışdım. Düzdür, ilk başta məqsədim üzümdəki qızarıqlığı aradan qaldırmaq idi, lakin bütün bunları etdikdən sonra sağlam bir dəri görünüşü əldə edə bilməyim üçün bəzi qismləri bulaş etməli idim. Belə də ki, yanağımdakı dəri problemi olan qızarıqlıq sağlam görüntüyü pozduğu üçün ikisi fərqli şeylərdir. Bulaşın artıq olduğunu düşündüyüm hissələri əlimlə yayaraq götürməyə çalışıram ki, qızarıqlığı azalsın. Bu arada bulaş etdiyim yerlər yanaqlarım, göz yanlarım, çənəm və burnum. Bəzi hissələrdə konsilerləyirəm. Burnumun uzununa, burnumun ucuna və gözümün altına. Sırada highlighterımız var. Highlighterı yanaq sümüklərinə, almaqyaq sümüyü mü deyirdik, nə deyirdik? O sümüklərə, burun hissəmə və kənəmə sürürəm. Çünki highlighterı oralarda istifadə etməyi məntiqli görürəm. Düzü kənə biraz mənasızdır, hətta biraz deyil, ümumiyyətlə mənasızdır, amma mən yenə də oralara highlighterdan istifadə edirəm. Ən əziyyətli və çox vaxt alan hissə eyeliner. Xalq arasında isə sürmə. Düzü mənim eyelinerim qurumuşdu deyə mənim daha çox vaxtım aldı. Səhv etdikcə düzəltmək və s. məsələsinə görə. Yəni yaxşıdır, səhv etmədim, müsbət tərəfdən baxaq, lakin yenə də vaxt alır. Bilmirəm siz də mənim kimi maskaranın dibi bitməsinə rəğmən yenə də sırf fırçasına görə onu evdə saxlayarsınızmı? Çünki mən sırf fırçasına görə bir neçə dəfə maskaralarımı saxlamışam. Hal-hazırda fırçasını istifadə etdiyim maskara Sky High'ın fırçasıdır. Amma belə ilk olaraq Faberlic'in 2X Large maskarasından istifadə edirəm. Faberlic'in məhsulunu istifadə etdikdən sonra üzərindən Sky High'ın fırçası ilə təkrardan gedirəm. Sıra Lip Combo'dadır. Lip Combo'da ilk olaraq dodaqlarımı balzamlayıram. Dodaq balzamını istifadə etdikdən sonra dodaq karandaşı ilə konturlayıram. Yəni başqa bir deyişlə dodaqlarımı kərkivələyirəm. Sonrasında isə dodağımın orta hissələrinə, iç və orta hissələrinə dodaq tintindən istifadə edirəm. Tinti barmağımla yayıram, çünki dodağımla yaydıqdan sonra çox da xoşuma gəlmir o görüntü. Bu səbəbdən barmağımla yayıram, ondan sonra da üzərindən başqa bir dodaq karandaşımı sanki dodaq boyasıymış, yəni pomadaymış kimi istifadə edirəm. Və beləliklə Lip Combo bitdi. Göz əməliyyatımdan ötürü gözümə 2 saatdan bir damğa tökməliyəm. Və gözümün içinə qara karandaş etmək istədiyim üçün ilk olaraq göz damğamı tökdüm. Sonrasında axacaq hissələri, yəni mən göz karandaşımı sürəcəyim hissələri quru olsun deyə ki, quru olmasa bilirsiniz ki, göz karandaşı yaxşı qalmır və tez silinir. Bu səbəbdən mən də həmin hissələri biraz qurutdum. Ondan sonra üzərindən göz karandaşı ilə, qara göz karandaşı ilə göz içimi doldurdum. Make-up bitdi, sıra fit checkdə. Son görünüm belədir. Bir də belə cəketlə baxaq. Evdən çıxdım. İndi isə ilk marşruta azgə seyrə minə bilim deyə 2 dayanacaq əvvələ gedirəm. Bu arada əlimdə gördüyüm yarpağa nə əlaqə deyə bilərsiniz? Lakin bizə dərsdə lazım olacaqmış bunlar. Müəllimimiz demişdi ki, yolda və yaxud da evinizdə yarpaq, gül və s. tapıb dərsə gətirərsiniz.
Mən də yolda gördüyüm, görüntüsü xoşuma gələn bütün yarpaqları çantama yığdım. Təbii ki də başıma nələr gəldi. İlk gözlədiyim avtobus gəlmədi, gələnlər saxlamadı, 2-3 avtobus saxlamadı. Sonra bizim ərazidə həmin yerə gedən başqa bir avtobusu gözləməyə getdim. Onun da içərisi çox dolu olduğu üçün atama zəng etdim və atamı oyatdım. Çox üzr istəyirəm ata və atam məni maşınla akademiyaya apardı. Perspektivadan ötürü üzürlü sayın, anksiyetem var. Bu səbəbdən kamerayı doğru düzgün tutub da göstərə bilmədim sizə giriş hissəsini. Dərsimiz akademiyanın mansardındaydı. Təsəvvür edin, dəhlizdə və otaqda heç bir şəkildə pəncərə yoxdur. Otaqlarda pəncərə var. Lakin açılmır pəncərələr ki, onu da onsuz da ilerleyen zamanlarda görəcəksiniz. Saat 9'da otağın qapısının önündə dururdum artıq və müəllimi gözləyənə qədər belə makyajım və s. belə yaxşı göstərməyə çalışdım. Evdə tam göstərə bilmədiyim üçün. Sonra bir şüşə var idi. O şüşədə əksim göründüyü üçün orada da biraz özümü keçdim videoya. Ürəyim sıxılırdı yəni. Dəhlizdə və otaqlarda pəncərə olmamasına baxmayaraq yenə də heç olmasa kondisionerlər qoyulmuşdu. En sonunda müəllim gəldi, zəng etdi, qapını açdırdı və hər birimiz sinifə, yəni otağa daxil olduq. Burada müəllimi dinləyirəm, nəyə dediklərimizi başa salırdı bizə. Biraz qarışıq və qeyri-adi bir şeydi. Müəllim özü ilə gül buketi gətirmişdi, təbii güllər. Onları ayırmalıydıq. Bankalar su doldurmağımızı vesaire tapşırdı. Mən və mənlə birlikdə digər 2 qız getdik. Bankaları yaxalayıb içlərinə su doldurduq. Sonrasında həmin o 2 qız gülləri eyni boya gətirib qablara qoymağa çalışdılar. Gördüyünüz rəngli şüşələr də həmin dediyim o pəncərədir. İlk dərsdə nələr etdiyimizdən qısaca bəhs etmək istəyirəm. Müəllim hər birimizin önünə A3 vərəq, bir rəng mürəkkəb və bir ədəd fırça vermişdi. Hər birimizin fırçası bu arada fərqli idi. Və bizə sadəcə bir neçə saniyə verirdi. Həmin o bir neçə saniyə içərisində biz həmin rəng və fırçadan istifadə edərək hər hansı bir gülü gözümüzə kəsdirib onu vərəqdə tez-bazar bir şəkildə çəkməliydik. Ondan sonra isə sağımızdakı stola vərəqimizi götürüb keçirdik və başqa bir rəng, başqa bir fırça ilə işləməyə başlayırdıq. Beləliklə bir vaxtdan sonra müəllim bizə bir neçə dəqiqə verir və biz daha detallı həmin şeyləri işləməyə başlayırıq. Yəni dərs bundan ibarət idi ilk dərsdə. Lakin bu dediklərim ilk dərsin ilk etapı idi. İkinci etapda isə hər hansı bir gülü seçib onun həm üstdən görünüşü, həm yandan görünüşü, həm də bağlanmış vəziyyətini təsəvvür edib ya da hazır varsa onu vərəqdə çəkməliydik. Bu arada mən bütün bunları danışarkən arxa planda gördüyünüz kafe və sair kadrlarını obed vaxtından, yəni yemək saatından görüntülər olduğunu da vurğulamaq istəyirəm. Niyə? Ondan ötürü ki, bizim sadəcə və sadəcə tək bir tənəffüsümüz, fasiləmiz var. Saat 10-dan başlayan, 4-də bitən dərsdə saat 1 və 2 aralığında 1 saatlıq bir fasiləmiz var. Bu 1 saatlıq fasilədə yemək yeyib, çay və s. içib, sonrasında dərsimizə qayıdırıq. Və mən bu ilk fasilə vaxtından sadəcə bir stəkan kofe içərək kifayətləndim. Lakin günün sonunda baş ağrısından çox pis bir vəziyyətə düşmüşdüm.
Dediyim kimi fasilədə sadəcə bir stəkan kofe içmişdim və ondan sonra da otağa geri qayıtmışdım. Otağa geri qayıtdım, heç bir kəs yox idi. Mən də boş-boş oturmaq istəmədim. Buna görə də biraz daha dərsə davam etmək istədim və yeni rəng, yeni fırçaya keçdim. Daha doğrusu fırça deyil də sushi çubuqları idi. Aha, düz eşitdiniz, səhv deyil. Sushi çubuqlarını fırça kimi qoymuşdular. Bir şəkildə onunla da rəsm alınırdı. Videonun əvvəllərində də dediyim kimi, bu ilk bir ayda saat 10-da dərsimiz başlayacaq, saat 4-də dərsimiz bitəcəkdi. Bu niyə belədir və niyə sadəcə bir aylıq bir sistemdir, onu da danışım. Belə ki, biz bir ay boyunca təbiət qanunu fənnini öyrənəcəyik. İlk 2 həftə təbiətdən ilhamlanma modulu, yəni bu izlədiyiniz dərs. Digər son 2 həftə isə həndəsədir. Və mən videoyu editlədiyim zaman da artıq həndəsənin ilk 1 həftəsini bitirmişik. Əgər istəsəniz bu ilk 2 həftədə nə etdik ayrı bir videoda göstərə bilərəm. Sonraki son 2 həftədə də nə etdiyimiz barədə də video bəlkə paylaşaram sizin istəkləriniz üzərinə. Bu da ilk dərsin ikinci etapından olan həmin o dediyim karandaşla gülün bir neçə perspektivadan olan şəkillərdir. Dərsin sonunda müəllim bizə 2 həftə sonraki kolloquiumumuzda nələr olacağını, nələr edəcəyimizi başa saldı. Maraqlı bir dərsdi, yaxşı idi, xoşuma gəldi ki, mən bu videonu daha o dərs bitdikdən sonra hazırlayıram, editləyirəm və paylaşmağını da artıq o vaxtda edəcəm. Düzdür, biz kolloquiumumuzu etdik və bitdi. Amma həqiqətən maraqlı bir dərs fən idi. Dərsimiz bitdi. Həmçinin videonun da sonuna gəldik. Gördüyünüz kimi artıq evə gedirəm, qayıdıram. Video bəyəndinizsə abunə olmağı və videoya bəyəni atmağı unutmayın. Sağ olun, sağ-salamat qalın. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşmək üzrə.